Xəzər dənizində təhlükəsizlik mühitinin dəyişməsi Azərbaycan üçün kənar və ya abstrakt proses deyil. Bu akvatoriya ölkənin enerji strategiyasının, beynəlxalq nəqliyyat dəhlizlərinin və ümumi milli təhlükəsizlik arxitekturasının əsas dayaqlarından biridir. Məhz buna görə də Xəzərdə hərbi birləşmənin artması və faktiki döyüş əməliyyatlarının bu məkana daşınması Bakının strateji maraqları baxımından ciddi narahatlıq doğurur. Bir neçə gün əvvəl Ukrayna pilotsuz aparatlarının Lukoil şirkətinə məxsus Rakoşinçiye yatağında yerləşən neft platformasına zərbə indirməsi barədə məlumatlar yayıldı. Bundan əvvəl Filanovski adına yataqdakı platformaya hücum edildiyi Axotnik adlı Rus patrul gəmisinin zərər gördüyü bildirilmişdi. Müxtəlif vaxtlarda Filanovski və Korçagin yataqlarındakı qurğuların, eləcə də İran istiqamətindən Rusiyaya silah daşıyan yük gəmilərinin hücuma məruz qalması Xəzərdə təhlükəsizlik mühitinin sürətlə dəyişdiyini göstərir. Reallıqda Xəzərin hərbiləşdirilməsi istiqamətində ciddi addımlar məhz Rusiyanın özü tərəfindən atılıb. Moskva bu akvatoriyadan Suriyadakı hədəflərə raket zərbələri endirib, Xəzər üzərindən silah daşımaları həyata keçirib. Strateji bombardmançıları burada hava yanacaqla təmin edib. Daha sonra isə Xəzər flotiliyasına məxsus gəmilərdən Ukrayna şəhərlərinə kalibr raketləri buraxılıb. Beləliklə, Xəzər faktiki olaraq Rusiyanın uzaq mənzilli hərbi əməliyyat platformasına çevrilib və bu proseslərdə təbii ki, müəyyən səbəblər var. Birincisi, bu prosesin fonunda Azərbaycan təhlükəsizliyi üçün kritik məqam, enerji təhlükəsizliyi məsələsi ön plana çıxır. Azərbaycanın əsas neft və qaz infrastrukturu, dəniz platformaları, boru kəmərlərinə çıxış nöqtələri və logistika marşrutları Xəzərə birbaşa bağlıdır. Hər hansısa lokal hərbi insident belə ekoloji fəlakətə, hasilatın dayandırılmasına və ixrac zəncirinin pozulmasına səbəb ola bilər. İkinci mühüm məqam regional hərbi balansın pozulmasıdır. Rusiya uzun illər Xəzərdə dominant hərbi aktor rolunu oynayıb və bu üstünlüyə əsaslanaraq siyasi təsir imkanlarını genişləndirib. Moskvanın öz sektorunda təhlükəsizliyi təmin edə bilməməsi isə qeyri-müəyyənlik yaradır və nəzarətsiz proseslər üçün zəmin formalaşdırır. Üçüncü risk nəqliyyat və ticarət dəhlizləri ilə bağlıdır. Xəzər dənizi orta dəhlizin əsas komponentlərindən biridir. Burada risklərin artması Azərbaycanın tranzit ölkə kimi mövqeyinə, yük axınlarının təhlükəsizliyinə və investisiya mühitinə mənfi təsir göstərə bilər.